Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 15-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə komissiyanın 2025-ci il iyunun 20-sində keçirilən iclasının protokolu təsdiq olunub. Sonra 7-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Sahiboğlu Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Bildirilib ki, Milli Məclisin deputatı Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının qərarı ilə təşkilatın baş katibi vəzifəsinə seçilib. Bununla əlaqədar onun MSK-ya ünvanladığı müraciəti və Türk Dövlətləri Parlament Assambleyasının müvafiq təsdiq edici sənədləri qanunvericiliyə uyğun qaydada araşdırılıb. Deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsasların olduğu müəyyənləşib. Komissiya qeyd olunanları nəzərə alaraq ölkə konstitusiyasının və seçki məcəlləsinin tələblərinə əsasən Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib. İclasda daha sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. MSK üzvlərinin müzakirəsinin ardınca 44 saylı Sumqayıt 3-cü, 60 saylı Quba Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan Biləsuvar Neftçala, 76 saylı Lənkəran Masallı, 100 saylı Göygöl Daşkəsən Kəlbəcər, 102 saylı Şəmkir Şəhər, 108 saylı Ağstafa və 117 saylı Oğuz, Qəbələ və Şəki seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik olunması qərarı alınıb. Media mənsublarının iştirakı ilə keçirilən iclasda həmçinin cari məsələlərə də baxılıb.